Şəhid İzzət Həmidlinin anası Vəfa İzzətli bizə bir səs yazısı göndərib. Həmin səs yazısını sizə eşitdirəcəm dəyərli izləyicilərimiz. Çox ciddi bir məsələyə diqqət eləyib. Səidə xanım, inansız uşağın boğazında qəpik qalmışdı. Getdim uşaq xəstəxanasına. Uşaq xəstəxanası yoxladı, rengində qəpik oradadır. Biz orada da dedilər ki, bunu ancaq Unikalda Araz doktor çıxarda bilər. Zəng eləmişik, biz də necə gedirəm, uşaq da göm-göcəri, bu ölür də. Təsəvvür edin, elə bir vəziyyətdədir, köpük gəlir, daha pis gündədir uşaq. Getmişik biz Unikala, Unikal deyir ki, Araz doktor Bakıda qalır. Deyirəm, yox, getməmişdən qabaq yığmışıq ki, gəlsin, Araz doktora deyin, çıxsın, biz də gəlik. Dedilər, yaxşı. Biz Unikala çatmışıq, yarım saatda Araz doktor yoxdur. Yığmışam ki, Araz doktor, siz hardasınız? Deyir ki, pulu ödəyin, mən çıxım evdən. Deyirəm ki, siz gəlin də, siz çıxın ki evdən. Bəs bayaqdan siz də demişdik, yaxı siz çıxmalıydınız. Bəs mən eləcə çıxmışam, işdən çıxmışam, qəfil çıxmışam. Axı, mən bilmirəm, qurban olum sənə. Elə şey olur. Yox deyir. Pul ödeyin. Qız da deyir ki, qeydiyyata almaq üçün pul ödəməlisiniz. 500 manat bu dəqiqə məndə necə üstündə yox idi axı. Deyirəm, siz cavab deyilsiniz, bu uşağa bir şey olsa, yaxşı. Sumqayıtda da bir dənə də odur, Araz doktordur. Mən cavab deyiləm. Vəbşə bilirsiniz nə var, gəlmirəm. Təsəvvür edin, 102-ni yığmışam. Bütün xəstəxanaların müdürü yığmışam. Hamı ona yığır. Deyir ki, mən gəlmirəm. Çünki bir dənə ondadır. Bir dənə Araz doktordadır o aparat. Ona görə hamı ona tabedir. Başa düşür, bizim Sumqayıt nə gündədir. Demək ki, sənin pulun yoxdursa, sən ölməlisən. Gör, biz nə gündəyik. Elə ailələr var ki, valla diri 200-lüyü bir arada görməyibdir. Ona görə nə qədər uşaqlar ölüb, nə qədər bu hadisə hamının başına gələ bilər. Nəsə, buradan sağ olsun, həkim xəstəxana müdürü dedi ki, gedin Bakıya. Bakıya getmişik. Orada da gedən kimi heç 5 dəqiqə çəkmədi. Çıxartdılar, bunlar sırazı bizdən pul söhbət eləmədik. Özümə dedim ki, nə yaxşı, nə gözəl. Sırazı eləmədilər də pul söhbəti. Dedi, çıxardaq sonra. Çıxardandan sonra 5 dəqiqə çəkmədi. 1300 manat ödəməlisiniz. 300 sizə görə keçirəm. O da mənə görə uşağın atası dənizdə batıb. Kasıb ailədir, çox kasıb bir ailədir. 1300 sizə keçirəm, 1000 manat verim. Belə qaldım, axı 1000 manatlıq siz əməliyyat eləməmsiniz axı. Bu uşaq deyir, 500 manatlıq sistem eləmişəm, nə bilim, aparatlar açılıb. Mən belə şey görməmişəm də. Yəni, biz elə bir zəmanədə yaşayırıq ki, sənin pulun yoxdursa, sən ölməlisən. Və orada hamı da məni tanıdı, sağ olsunlar, heç hörmət də eləmədilər. Yəni, nə olar ki, qurban olum, uşağa yalvardım ki, uşağa hörmət edin, pulunu da mən verəcəm. Çünki çox kasıb bir ailədilər də, heç kim vecini almadı da. Nəsə, bu dəqiqə pulun yoxdursa ölməlisən. Sözdə haqq var. Pulun yoxdursa ölməlisən. Necə bir vicdanlı həkimə rast gələrsən ki, o səni ölümün caynağından alar. Öz maddiyyatını, öz alacağı 500 manatımı, 1000 manatımı, 2000-imi, 3000-imi gözə almadan səni ölümün caynağından qurtarar. Deməli, dəyərli izləyicilərimiz, baxın, uşaq qəpik udur, 50 qəpiklik də Rusun 50 qəpiyidir. Yəni, Azərbaycanın 50 qəpikliyi deyil, bizim milli pulumuz yox, Rusun 50 qəpiyidir. Udur və təsəvvür eləyin, indi bir uşaq 50 qəpik udur və bu da onun renginin görüntüləridir. Demək ki, ailə ilk olaraq yaxınlıqda hara var, hansı xəstəxana var, ora qaçırsan. Və öyrənirlər ki, deməli, Unikal klinikasında uşaq cərrahı Araz Hüseynov adında peşəkar bir cərrah var. Hansı ki, yalnız və yalnız ondadır bu aparat ki, bir uşaq qəpik udarsa, o qəpiyi onun daxili orqanından çıxarsın. Və gecə saatları olmasına baxmayaraq Vəfa xanım, bizim şəhidimizin anası, zəng vurur həkimə və deyir ki, Araz doktor, təcili siz Sumqayıta gəlməlisiniz. Anlaşılan ki, Araz həkimin bu təcili çağırışı xoşuna gəlmir, amma həkimi vağzalı ilə çağırmırlar da. Normalda təcili çağırırlar ki, həkim tez gəlsin, çünki birinin balası ölüm ayağındadır. Və həkimə deyirlər ki, təcili özünü çatdır Sumqayıta. Həkim də deyir ki, 500 manatı ödeyin, ondan sonra mən gəlim. Və Vəfa xanım deyir ki, demişəm, kartıma pul atacaqlar, yəni verəcəyik biz sizin məbləğinizi, siz gəlin. Yəni, bu Vəfa xanımın siz gəlin çağırışına həkim gözləyin gələcəm ürəyində belə deyir. Həkim necə deyərlər, tükünü də tərpətmir, ümumiyyətlə qımıldamır və Araz həkim gəlmir. Hər ötən dəqiqədə qəpik udan uşağın səhhətinin təhlükəsini daha çox artırır. Və bunlar
Görürlər ki, həkim gəlmir, çünki həkim deyir ki, mənimlə normal tonda danışmadılar. Bu həkimlər də bir başqa ulduzdular da. Bunların da ulduzluğuna hələ-hələ, yəni həqiqətən də belə çatmaq, onların nazları ilə, qəmzələri ilə oynamaq mümkün deyil. Bəzilərini deyirəm, məsəl üçün deyir, Aras Hüseynov adında unikal xəstəxanasında işləyən uşaq cərrahı. Bugün bir uşağın həyatı üçün zərrə qədər məsuliyyət daşımırsa, valla bu içdikləri antlar filan var. Nəysə. Nə demək istəyirəm? Yəni bir həkimin də xüsusən vicdan məsələsində böyük bir sual varsa, o heç həkim kimi fəaliyyət göstərməməlidir. Çünki həkim nədir? Səni həyata qaytaran, həkim səni ölümün caynağından alan, həkim sənin həyatın üçün, sənin yaşayışın üçün bir təminatçı rolunu oynayır da. Yəni bu təminatçı da 500 manatı ödəməsəz, olmasın bir gün 500 manatınız, Araz doktor, Araz Hüseynov. Dəyərli həkim olmasın bir gün 500 manatınız. Valla ölməyəcəksiniz, yaşayacaqsınız. Mənim bugün 500 manatım olmasa ölməyəcəm mən. Bugün mən birisinin problemini işıqlandırmalıyam. İşıqlandırıram da, heç bir təmənna güdmədən, heç bir təmənna udmadan işıqlandırıram. Niyə? Çünki onların mənə ehtiyacı var, mənə müraciət ediblər. Və sizə həkim kimi müraciət eləyirlər ki, uşağın vəziyyəti durmadan ağırlaşır, deyirsiniz 500 manat ödeyin, ondan sonra gəl. Mən çox gözəl anlayıram, insan isti yatağından qalxması rahat deyil, bəlkə də kondisionerli sərin otaqdan qalxması rahat deyil. Bütün hallarda yuxunuza haram qatırsınız, amma həkim ona görə həkimdir ki, o gecələr yuxusunu həqiqətən haram eləyə bilir. Gecə yuxusuna haram qatmayan, ödəniş etmirsənsə, mən gəlmirəm deyən həkim ola bilməz. Və ardından nə baş verir? Deməli, bunlar uşağı götürürlər, həmin xəstəxananın rəhbərliyinin məsləhəti ilə uşağı götürürlər və çatdırırlar Baku Medical Plazaya. Çatdırırlar ora və orada da 1300 manat pul istənir. Bircə ana, 2 də övladı var, ataları da dənizdə boğulub ölüb. Hipokrat andı. Təşəkkür edirəm Vüqar bəy. Deməli, və çatdırırlar, orada deyir, cəmi 3 dəqiqə ərzində bu qəpiyi uşağın daxili orqanından çıxartdılar. İndi mədəsindəymiş, nəfəs borusundaymış, mən indi tam dəqiq belə şəklə baxanda bilməyəcəm, amma bütün hallarda çıxardıblar. Və çıxardandan sonra deyiblər ki, 1300 manat pul ödəyəcəksiniz. Yoxsul bir ailə, ata yoxdur, ananın çiyinləri üzərində də ailənin yükü 1300 manat. 1300 manatı nəyə ödəyəcək? Bu Sumqayıtda bu 500 manatdırsa, deyək ki, paytaxtda da olsun 700 manat. Ya bir qəpiyi o daxili orqandan çıxartmaq üçün bir proses ki 3 dəqiqəyə başa gəlir. 1300 manat pulu istəyən klinika. Heç mi Allahınız yoxdur sizin? Siz çox qəribədir, indi soya bildiyi qədər insanları soyurlar. Bu klinikalarda əməlli başlı qəssabdır, belə o qədər rahat cibə girirlər, o qədər rahat belə məcazi mənada deyim, baş kəsirlər çox rahat, zərrə qədər deyil, orada kiminsə həyatı, nə kiminsə həyatı. Birinci mənim pulumu verəcəksənsə baxaram həyatı var, pulumu verməyəcəksənsə nə müqəddəs Hipokrat andı filan yoxdur, bu elə and içiləndə and orada qalır. Ondan sonra bütün həkimlərə şamil eləmirəm ha bunu, o qədər vicdanla fəaliyyət göstərən həkimlərimiz var. O qədər vicdanlı həkimlərimiz var. Məsəl üçün, Sumqayıtda uşaq xəstəxanasında yetkin həkim var. O qədər təşəkkürüm var ki, mən ona. Uşaq həkimidir, o da uşaq cərrahıdır. Bütün şəhid ailələrini, tam təmənnasız övladlarını əməliyyat lazımdırsa əməliyyat eləyər. Nə lazımdırsa bir uşaq həkimi kimi göstərər. Yəni, belə vicdanlı həkimlərimiz də var. Amma bəzi həkim də deyir ki, ya 500 manatı köçürürsən, kartıva düşəcək. Neçə dəqiqə düşəcək? 15 dəqiqə. 15 dəqiqəyə siz ölməyəcəksiniz, hörmətli həkim, amma uşaq 15 dəqiqəyə ölə bilər. Vicdan, bütün işlərdə vicdan lazımdır. Vicdanın yoxsa sən heç vaxt yaxşı vətəndaş ola bilməzsən. Hər şeyin başında dayanan vicdandır. O nə pulla alınır, nə də ki pulla satılır. O qədər reklam eləyin ki özünüzü. O qədər özünüz haqqında yüksək fikirlər yaradın ki. Bir uşağın həyatına soyuq yanaşırsınızsa, elə reklamdan ibarət həkim olacaqsınız o qədər. Ki, indi həkimlər də tez-tez reklam olunur, ona görə deyirəm. Və deməli, bu əməliyyat üçün kasıb ailədən Baku Medical Plazada 1300 manat pul istənilir. Ondan sonra isə Vəfa xanım deyir ki, mənə tanıdılar, şəhid anasıyam, 300 manat mənə köçdülər. Ondan sonra da yaxın qohumlarından biri gəlib və 200 manat da o yaxın qohum üçün keçib kasıb ailə. 800 manat 3 dəqiqəlik
Proses üçün ailə pul ödəyib. Pulun yoxdursa öləcəksən. Azərbaycan səhiyyəsində pulun yoxdursa öləcəksən. Heç bir həkimin gedib istəyirsən deyəsən ki, bala başva dönüm, yaşlı adam həkimə desin ki, bala başva dönüm, qadan alım, deyir mənim vaxtım qızıldır. Nə başva dönüm, nə qadan alım. Görməmişik, o qədər görmüşük ki. Qapıdan içəri girməmiş, həkimin ödənişi 70 manatdır. Xanım, ödəyirsiniz, yazım. Ay başva dönüm, bir kəlmə söz soruşacağam. İstəyir yarım kəlmə soruşun. Heç kimin vecinə deyil. Heç kim, ümumiyyətlə Azərbaycan səhiyyəsi həqiqətən də çöküş halındadır. Baxmayaraq ki, hara üzvü çevirirsən, diaqnostik mərkəzlərdə, baxmayaraq hara üzvü çevirirsən, tibb mərkəzləri də özdə yeni binalar kimi tikirlərə o qədər hündür tikirlər, belə kənardan qışqıran, bağıran tikirlər ki, yəni gəl də mənə gəl. Və girirsən içəri, görürsən ki, yalnız bəzəkdən ibarətdir də, iç gerçəkdən də təzəkdir. Yəni bir kasıb ailə üçün biz aparatları işə salmışıq. Salın da bu aparatlar 3 dəqiqə, 5 dəqiqə, 10 dəqiqə nə qədər pulu yaza bilər? Heç miyə insafınız yoxdur sizin? Valla mən danışdıqca ürəyim ağrıyır. Təsəvvür eləyin. Bir qəpik evinizdə pulunuz yoxdur. Körpə uşaqdır da oynadıb qəpiyi udub. Aparırsınız bunu həkimə. Həkim deyir ki, ya pul ödəyəcəksən ya da ki, cəhənnəmə ölsün. Yəni, bugün sən bir uşağa baxmırsansa, öz övladını da düşünmürsən də birisinin övladını görəndə. Sənin elə hərəkətsizliyindən o çıxır ki, canı çıxsın, ölsün. Neyinirəm? 500 manat. 500 manatla indiyə qədər heç kim varlanmayıb. 500 manatla heç kim kişi olmayıb. 500 manatla heç kim yaxşı qadın olmayıb. 500 manatla heç bir klinikanın başına gətirib tac qoymayıblar. 500 manatla heç kimə, nə bilim, belə böyük bir karatda brilliant üzüyü verilməyib. Sonuçta 500 manat. Hansı ki, o ilə dolanmaq mümkün deyil də ümumiyyətlə. Yəni, o qədər dəyərsiz. Amma bir uşağın həyatı üçün o 500 manat 500.000 manat olur bəzən. Çox xahiş eləyirəm bəzi həkimlərdən. Xahiş yox, tələb eləyirəm. İnsanlara insan kimi yanaşın. İnsanlara pul gözündə baxmayın. Vallah billah o dünyaya heç nə aparmayacaqsınız. And olsun Allaha heç nə aparmayacaqsınız. Sultan Süleymana qalmayan dünya sizə mi qalacaq? Biraz əl çatan eləyin qiymətləri. İnsanların övladının gözü qarşısında can verməsinə rəvacı verməyin. 3 dəqiqəlik, 10 dəqiqəlik proses üçün bir kasıb ailədən 800 manat almayın. Yəni bir şəhid anasını ağladırsınız siz klinikada. Deyirsiniz ki, əşi sənə 300 manat keçərəm. Kimə minnət qoyursunuz ki? Kimə borcunuzdur da keçməlisiniz. Bir kasıb adam üçün nə olar ki? Əməliyyatı pulsuz eləyin, nə olacaqdı ki? Həmin gecə sizin 800 manatınız olmasaydı, Baku Medical Plaza nə olacaqdı? Plazanın bir tərəfi çökməyəcəkdi, valla çökməyəcəkdi. Elə eyni dirəkdə, eyni sütunda qalacaqdınız. Sadəcə vicdan məsələsi var. O yoxdursa, milyonları da versələr, insan kimi insan olmaq mümkün deyil. O yoxdursa, milyonları da versələr, sən mərhəmətli ola bilməsən, hər şeyə pulla baxacaqsan. Yeriyən insan sənə yeriyən bankomat olacaq, hansı ki, gəlirlər, girirlər qəbulunuza, onlar bankomat olacaqlar sizin üçün. Həmişə onlara pul gözü ilə baxacaqsınız. Yəni, valla nə bilim, Azərbaycan səhiyyəsi gerçəkdən də elə pis durumdadır, elə pis vəziyyətdədir. Bizim təbimiz, ancaq həkimləri dəyişirlər, ancaq kiminsə cibində həmin an üçün pul yoxdursa, ölümünə tərk eləməyin onu. Kimsə 2 gün sonra gəlib sizin haqqınızı ödəyəcəkdə, onsuz da pul verməsən, Azərbaycan xəstəxanalarında ölməlisən bir mənalı şəkildə. Yiyən var, ay bala bəlkə biri yiyəsizdir. Gedib də biri yolda yıxılıb, nə bilim, başı partlayıb, gözü partlayıb. Yiyəsizdir də kimsəsizdir. Kimsəsiz adam yoxdur bəyəm Azərbaycanda küçələrdə. Nə olar ki, birisinə də Allah rizası üçün eləyin də. İnanın, indi gedib o həkimlə danışsaq, Allahı da şahid gətirəcək, Allaha da and içəcək, nə bilim, peyğəmbərlərə də and içəcək, müqəddəs Qurani Kərimə də and içəcək. Ki, proses belə olub. Məsələn, insanlar özlərini doğrultmaq üçün, özlərini düzgün çıxarmaq üçün bəzən belə deyirlər də. Amma olmaz axı, yəni bir ananı siz gözü yaşlı buraxırsınız ki, ya 500 manatı bu dəqiqə ödəməlisən, ya da ki, ümumiyyətlə mən sənin uşağıma baxmıram. Baxmayın, nə olacaq ki? Allah ona həmin an canını verməyi buyurmayıbsa, onsuz da sağ qalacaqdı həyatda. Amma yəqin ki, bu Aras Hüseynovun xoşuna gəlməyəcək bu çıxış. Niyə sizdən xahiş olunmalıdır ki? Bir həkimdən ancaq tələb eləmək lazımdır. Ancaq. Mən şəxsən özüm o qədər tələb eləyirəm. Siz təcili tibbi yardım həkimlərisiniz. O yeriş podiumda maniken yerişidir. Təcili tibbi yardım həkimi. Maniken kimi yeriyə bilməz. Can verdi də xəstə. O sallana, yellənə, gələnə qədər can verdi də xəstə orada.
Vəssalam, gəl indi onu qaytar görməyə də. Necə qaytarsan? Saniyə insan həyatında böyük və əhəmiyyətli rol oynayır. Bunu ən gözəl Hipokrat andı içən həkimlər bilməlidir ki, onlar deyirlər ki, mənim üçün Hipokratda da, ağ xalatımdan da, əlimdəki cərrah qayçısından daha önəmli puldur. Bu varsa əməliyyat da var, bu varsa bir xəstə uşağa baxış da var, bu yoxdursa inciməyin yəni. Bizim həkimlər niyə belədirlər? Niyə bu qədər laqeydlər? Niyə hər şey pul, 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 pul? Dövlət xəstəxanasına girirsən puldur. Özəl xəstəxanaya girirsən puldur. Deyirsən ki, mənim sığortam var da, aylardır, illərdir daha doğrusu. Mənim maaşımdan tibbi sığorta üçün pul tutulur. Həkim deyir ki, mənə oradan 5 qəpik yazırlar. Mənə nəyimə lazımdır? Ay xanım, get hardasa yazdır da resepti. Vay həkim başıma dönüm. Atan yaxşı, anan yaxşı. Mənə sən yoxlamısan. Deyir nə olsun ki? 5 qəpiyə görə sənə resept yazacağam. Yazmıram.